Sabah 15 dərəcə şaxta olacaq. Günün hava haqqında məlumatlarını diqqətinizə çatdırırıq. Bu gün 29 dekabr tarixli və dekabrın 30-na olan günün hava haqqında məlumatını Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Odur ki, diqqətli olaq. Belə ki, dekabrın 30-da gözlənilən hava şəraiti belədir. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Arabir tutulacaq, lakin yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi səhər arabir şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu 0-3 dərəcə isti, gündüz isə 6-8 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarında da hava şəraitində bəzi yerlərdə arabir yağıntı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək, gecə və səhər duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, bəzi yerlərdə 2 dərəcəyədək isti olacaq. Gündüz 6-10 dərəcə isti olacaq. Dağlarda isə gecə 7-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 11-15 dərəcə şaxta olacaq. Gündüz isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.